ləkələr var və nə qədər krem istifadə etsəniz də tam keçmir. Bəzən ləkəni açmaq üçün müxtəlif kremlər, maskalar və ev üsullarından istifadə edirik. Amma bir müddət sonra ləkənin yenidən yarandığını görürük. Bunun əsas səbəbi çox vaxt ləkənin yaranma səbəbinin müalicə olunmamasıdır. Çünki hər ləkə eyni deyil. Sınıqdan sonra yaranan tünd izlər günəşə bağlı pigmentasiya, melazma və digər pigment problemləri fərqli yanaşma tələb edə bilər. Məsələn, sınıqdan sonra dəridə qəhvəyi və tünd rəngli izlər qala bilər. Bu zaman insan düşünür ki, sınıq keçib, deməli problem də bitib. Amma dəridə yaranan pigmentasiya daha uzun müddət qala bilər. Digər tərəfdən günəş şüaları da pigment ləkələrinin yaranmasını və tündləşməsini sürətləndirə bilər. Bu səbəbdən ləkə müalicəsində günəşdən qorunma çox vacibdir. Bəzən insanlar yalnız ləkə açıcı məhsula diqqət edir, amma günəşdən qorunmanı nəzərə almalılar. Nəticədə müalicənin effektivliyi azalır və ləkələr yenidən tündləşə bilər. Digər mühüm məsələ isə özbaşına güclü vasitələr istifadə etməkdir. İnternetdə və sosial şəbəkələrdən müxtəlif ləkə açan reseptləri görmək mümkündür. Limon, soda və digər aqressiv maddələr dərini qıcıqlandıra, hətta pigment problemini daha da ağırlaşdıra bilər. Buna görə də dəridə ləkə gördükdə ilk sual: bunu nə ilə aça bilərəm? Yox, bu ləkə niyə yaranıb olmalıdır? Dermatoloq ləkənin görünüşünü, yerləşməsini və digər xüsusiyyətlərini qiymətləndirərək səbəbi müəyyən etməyə çalışır. Müalicə isə səbəbdən asılı olaraq dəyişə bilər. Bəzi hallarda düzgün evdə qulluq kifayət edə bilər. Bəzi hallarda isə dermatoloq tərəfindən xüsusi prosedurlar və digər müalicə üsulları nəzərdən keçirilə bilər. Ən vacib məqam isə səbirli olmaqdır. Pigment problemlərinin müalicəsi bir neçə gün ərzində nəticə verməyə bilər. Dərinin yenilənməsi və pigmentin tədricən azalması vaxt tələb edir. Əgər üzünüzdə uzun müddətdir keçməyən ləkələr varsa, onları təsadüfi kremlərlə müalicə etməyə çalışmayın. Çünki eyni görünən iki ləkənin səbəbi tamamilə fərqli ola bilər. Dərinizdəki ləkənin səbəbini öyrənmək və düzgün müalicə seçmək üçün dermatoloqa müraciət edin. Unutmayın, düzgün diaqnoz olmadan düzgün müalicə seçmək çətindir.